Məhərrəm ayının 5-ci gecəsinə qədəm qoyuruq. İstərdik bu gecənin mövzusunu söz və əməl uyğunluğu haqqında İmam Hüseynin məktəbində düzlük nədir? Bu mövzularla biz başlayaq. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala seyyidina Muhammedin və alihi tahirin. Və la'natu ala a'daihim minəl əvvəlinə və l-axirinə ilə yevmiddin. Əvvəl bu klassik xutbə girişidir ki, istərdik deyək Allah Teala'ya həmd və şükür edilir, Peyğəmbərə və onun pak əhl-i beytinə salamlar göndərilir. Allahın düşmənlərinə lənət oxunur. Bu haqq ilə batilin ayrılması mesajını verir bizə. Quran-ı Kərimdə Allah Teala ki, biz baxırıq, Allahu Teala fi kitabihil Kerim, Allah buyurur: Ya eyyuhellezine amenu lima tequluna ma la tef'alun kabura maqtan indallahi en tequlu ma la tef'alun. Saf suresinin 2-ci, 3-cü ayəsinə biz baxsaq, yəni biz tərcüməsi ilə üzləşsək, Allah buyurur: Ey iman gətirənlər, niyə etmədiyiniz şeylər deyirsiniz? Amma Allah yanında bu ən böyük qəzəb doğuran işdir ki, siz danışırsınız, amma etməyəsiniz deyə. Biz bu ayənin izahına baxdıqda bu ayə ikili standartdır. Yəni, başqalarına dediyini özü etməmək hallarını şiddətlə pisləyir. Allah qatında ən böyük, ən sevilməyən sifətlərdən biri də riyakar davranışdır. İnsanın riyakarcasına davranışdır, göstəriş və səmimiyyətsizlikdir. Bu, İslamın zahirinə yapışan batinindən uzaq qalanların halıdır. Mövzumuzun girişinə biz baxsaq, bugün sosial mediada və cəmiyyətimizdə çox insanlar Allahdan danışırlar, Allahın xüsusiyyətlərindən, Allahın sifətlərindən danışırlar və ədalətdən bəhs edirlər, insanlıqdan, vicdandan yazır. Amma o insanların çoxu baxırsan ki, namaz qılmır, deyək ki, oruç tutmur, hicab bağlamır. Halbuki din sadəcə danışmaq deyil, əməl üçündür, əməl etmək üçündür. İslam insandan xüsusən də bunu tələb edir. Bəli, əzizlər, din zahirdə gözəl sözlər demək deyil. İslam insanın əxlaqı ilə əməlini birləşdirməsini istəyir. Sadəcə Allah məni sevir deməklə insan üçün iş bitmir. Bu sevgi itaət və fədakarlıqla sübut olunmalıdır bizim üçün. Məhərrəm ayının 5-ci günü nə kimi hallar baş verdi? Bugün Hürr ibn Yezidin dəstəsinə əlavə olaraq Ömər ibn Sədin 4000 nəfərlik ordusu Kərbalaya gəlir. Artıq mühasirə tam olur, düşmən hərbi baxımından güclənir. Biz burada baxsaq, bura diqqət edin, Yezidin ordusunda olanlar namaz qılırdılar, din adına çıxış edirdilər. Amma haqqın qarşısında Hüseyn ibn Əlinin qarşısında dayanmışdılar, onunla üz-üzə. Bu bizə göstərir ki, zahiri ibadət kifayət etmir, kifayət deyil.
niyyət, mövqe və əməl daha önəmlidir bizim üçün. Baxın, biz hədislər və onların izahı ilə buna yanaşsaq, İslam Peyğəmbəri buyurur, Mən amilə bi qeyrin ilmin kana ma yufsidu əksərə mimmə kana ma yufsidu əksərə mimmə yuslih. Bilmədən və düşünmədən, əməl etmədən, əməl edən insan islahdan çox fəsad törədər. Sadəcə hansısa işi görmək yox, düşünərək, yox, elmə əsaslanaraq və ixlasla etmək vacibdir. Yoxsa yanlış niyyətlə düzgün işdə fayda verməz. İmam Əli əleyhissalam buyurur, Qavlu bila əməlin, kəsəhəbin bila matrin. Əməlsiz söz, yağışsız bulut kimidir. Yəni, burada bunu demək istəyir ki, bulut görəsən, sevinərsən ki, yağış yağacaq. Amma yağmırsa, o faydasızdır. Eyni ilə söz varsa, əməl yoxdursa, bu insan da digərlərinə bir fayda verə bilməz. Biz burada alimlərin fikrinə baxsaq, bu cürlə aydınlaşdırırlar ki, Şəhid Mutəhərri buyurur, əgər söz əməl ilə müşayiət olunmasa, dini cəmiyyət zahirdə yaşayır. Batində isə zahir kimi görsənmir, batində isə ölmüş hesab olur, batildə ölür. Bəli, əzizlər, İslam cəmiyyətində görünən dindarlıqla kifayətlənmək olmaz. Əgər insanlar əməl etmədən danışırlarsa, bu cəmiyyət tədricən məzmununu itirir. Ruhsuz bir forma görürsən ki, halına gəlir. Ayətullah Behcət rəhmətullah aleyh sədaqət danışmaqla deyil, əməldə görünməlidir. Aha buyurur. Və namaz qılmadan Allaha sevgini iddia etmək sözün halvasıdır. Biz canlı dildə desək. Yəni, sözlə Allaha sevgi göstərmək, amma onun əmrini, belə deyək, mötərizə içərisində namazı, hicabı, orucu yerinə yetirməmək, bu yalnız dillə verilən boş və şirin bir vəddir. Əməl bu vədi təsdiq etməlidir öz-özlüyündə. Nəticədə nə demək istəyirəm? İmam Hüseyn əleyhissalam Yezidin zahiri din görüntüsünü, riyakarlığını və ədalətsizliyini ifşa etmək üçün ayağa qalxdı. Kərbəla bizə öyrədir ki, söz, niyyət və əməl bir yerdə olmalıdır. Bu Kərbəla bizi bunu öyrədir. Hicab təkcə geyim olmamalıdır. Geyim hesab olunmamalıdır. Yəni, hicab təkcə geyim deyil. Təslimiyyətin və Allaha itaətin simvoludur hicab. Namaz sadəcə bir forma deyil insan üçün. İmanın dirliyidir. İman bu halda özünü diri kimi hiss edir. Əgər insan əməl etmirsə, danışdığı ədalətlə belə görərsən ki, insan üçün təsirsizdir. İmam Hüseyn əleyhissalam təkcə danışmadı, canı ilə, haqqı ilə sübut etdi bizə, gözəl ağamız. Söz deyib, əməl etməzsə, dil susmaqdan üstün olmaz, bil bunu. Haqqı
sevərsə addım atar. Hüseyn kimi candan da belə keçər, düzlük deyib dönərsə yoldan, onun sözü nə fayda sanar, əməl susar, yalan danışar. Haqqın yükü yarı qalmaz. Bunu insan unutmamalıdır. Yaxşı, bu bizə nə demək istəyir? İstərdim bunu izah edəm. Bu şeir söz və əməl arasında əlaqəsizliyi təsvir edir. Hüseynin məktəbi söz yox, canla əməl etməkdir. Canla əməl etməyi bizə göstərir. Namazsız Allah sevilməz, təqvasız hicab görünməz. İnsanlıqdan söz açmaqla insan kamil bilinməz. Hüseyn deyib, İmam Hüseyn deyib ağlayanlar, Hüseyn kimi yaşayanlar, əməl olsun dilə, tən, şəhidliyin yolu bələn. Bu misralar ki var, biz bunları bir-bir sadalayırıq. Bu misralar dinin yalnız duyğu ilə yox, əməllə yaşanmalı olduğunu göstərir bizə. İmam Hüseyn kimi, belə deyək, Hüseyni sevənlər İmam Hüseyn kimi canla, əməllə yaşayanlardırlar onlar. İmam Hüseyni sevənlər, sevən şəxslər. Və sonda bununla mən nəticələnim. Bu gecə özümüzə belə bir sual verək, bu sualı verək ki, aya mən görəsən sözümə əməl edirəmmi? Namaz, hicab, oruc, bu sadə əməlləri görəsən yerinə yetirirəmmi? Haqqı sadəcə danışmaqla deyil, yaşamaqla bəli, müdafiə edirəmmi? Bunu mən görürəmmi özümdə? Bunları görəsən özümdə hiss edə bilirəmmi? Ən azından bu düşüncələrdə bir nisb olmalıyıq. Bu düşüncələri özümüzə xatırlatmalıyıq. Unutmayaq ki, İmam Hüseyn əleyhissalam söz adamı deyildi, bu ağamız. Əməl adamı idi İmam Hüseyn ağam. Onun məktəbi səbir, səmimiyyət və şəhidlik məktəbidir bizim üçün. Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu.